Hər birinizi salamlayıram və hər birinizə gözəl gün arzu edirəm və mən bugün istəyirəm ki, çox öncələri məni izləyənlər bilir, əvvəllər dəstə seçkiler hazırlayırdım və elə canlı olaraq dəstə seçkiləri sizinlə birlikdə hazırlayırdıq və burada da baxırdıq. Bugün də yenə elə bir dəstə seç hazırlamaq istəyirəm və bunu signifikasiya ilə eləmək istəyirəm. Deməli, əzizlərim necə olacaq? Baxın, təzə gələnlər üçün deyim. Baxımımızın mövzu məqsədlərimə çata biləcəmmi? Bu video, bu açılım ümumiyyətlə konkret olaraq həyat məqsədləri olanlar üçün nəzərdə tutub. İş qurmaq istəyirsiniz, evlənmək istəyirsiniz, sizin məqsədiniz var ki, və yaxud da bir layihə idarə eləmək istəyirsiniz, ölkə dəyişmək istəyirsiniz və s. Yəni sizin bir hal-hazırda hədəfiniz var, gedəcəyiniz bir hədəfiniz var, gedəcəyiniz bir məqsədiniz varsa, bu video sizə aiddir. Həm xanımlara, həm bəylərə və zamansız zamana niyyət edirəm. Yəni siz videoya nə vaxt baxsınız, o zaman üçün də bu video keçərlidir. Və necə biləcəksiniz ki, video sizə aiddir yoxsa yox? Mən 3 dəstə hazırlayacağım və 3 dəstənin hər birinə signifikasiya qoyacağım. Yəni birinci dəstə, qulaq asırsınız. Bu signifikasiya hissəsi deyilənlər sizə aiddirsə, yaxşı olar ki, daha çox, yəni nə qədər çox sizə aid olsa, o qədər gözəldir. Sizə aiddirsə, əgər o zaman birinci dəstəni dinləyirsiniz. Yox, əgər sizə aid deyilsə, keçirsiniz ikinci dəstənin signifikasiyasını dinləyirsiniz. Yəni burada dəstə seç olmayacaq. Dəstə seç əvəzinə belə deyək də özünüzü tapacağınız dəstəni qulaq asacaqsınız. Başa düşdünüz necə? Yəni mən əvvəldən dəstə seç eləməyəcəksiniz. Məsələn, indi mən birinci dəstə üçün, signifikasiya üçün müəyyən bir açılım eləyəcəm. Sizə məlumatlar verəcəm. Birinci dəstəni seçəcək olanlar hədəflərinə çata biləcəkmi? Birinci dəstə kimə aiddir? Niyyət edirəm, birinci dəstə kimə aid olacaqsa, onları mənə göstərsin. Birinci dəstə kimə aid olacaqsa, onu mənə göstər. Birinci dəstə kimə aid olacaqsa, onu mənə göstər. Birinci dəstə kimə aid olacaqsa, onu mənə göstər. Başlayaq. Hal-hazırda ola bilər ki, sizin həyatınızda belə bir şeylər olub ki, kimləsə ayrılmışsınız uzun müddət əvvəl. Bu yaxınlarda deyil. Uzun müddət əvvəl ayrılmışsınız və artıq sizdə belə biri var ki, o ayrılığın acısını yaşadığımız dönəmlər olur. Biri də var ki, artıq təzələnirik. Yəni çox problemli bir münasibətiniz bitmiş ola bilər. Çox yaxın birinizin həyatdan köçməsi ola bilər. Yəni həyatınızda əlinizdən getmiş bir durum var. Və indi hal-hazırda siz yenilənirsiniz sanki, təzələnirsiniz sanki. Özünüzü yəni artıq yenidən həyata tutunursunuz, necə deyərlər. Yəni artıq o dəhşətli, o ağır günləri keçirtmisiniz. Amma buna baxmayaraq deyir ki, hələ də həmin insana qarşı arzularınız var, həmin insanı özləyirsiniz, həmin insandan ötürü darıxırsınız, həmin insanı yavaş, belə deyək də, sadəcə o insanı fikirləşəndə, amma mən daha çox ayrılıq görürüm, o insanı fikirləşəndə, belə bir ki, onu ağlınızdan atmağa çalışırsınız, yəni deyirsiniz ki, yox, mən o bitdi bu, yəni mən çox da bunu fikirləşməməliyəm, yəni sanki darıxdığınız anlar da olur, bədəniniz belə çox da hiss eləyir, o həsrətin enerjisini hiss eləyir. Amma sonra deyirsiniz ki, yox, mən onu unutmalıyam, o yoxdur, o artıq bitib. Və sanki öz duyğularınızdan qaçırsınız. Bəlkə onunla eyni məhəllədə, eyni küçədən keçirdiniz, amma indi artıq keçməməyə çalışırsınız. Onun olduğu ortamlarda olmamağa çalışırsınız. Onun görə biləcəyiniz yerlərə getməməyə çalışırsınız. Yəni sanki özünüzü təzələməyə çalışırsınız, amma darıxmağınız var. Başqa kimə aiddir video? Başqa kimə aiddir? Bu aralar enerjiləriniz o qədər də belə deyək də necədir sizdə? Ətrafınıza qarşı güvənsiz bir enerjidəsiz hal-hazırda. Sanki məsələn ətrafınızda biraz olaylar olur, insanlar sizə yaxınlaşmaq istəyir, danışmaq istəyir. Amma siz heç kəsə reaksiya vermirsiniz. Çünki deyirsiniz ki, mən inanmıram artıq heç kəsə. Mən insanlara maraq göstərmirəm. Onların səmiyyətinə inanmıram. Onların sevgisinə inanmıram. Sanki bax belə bir enerjide olduğunuzu göstərir və içinizdə, qəlbinizdə
o keçmişinizə, məsələn, həyatınızda biri bitib, qurtarıb, amma siz başqasıyla danışmaq istəmirsiniz ki, qəlbiniz sanki ona sədaqətlə, hələ də ona qarşı sadiq qalması və düşünürsünüz ki, keşke o da biz ayrılsaq belə mənə sədaqətli qala bilsə, keşke onun da həyatına heç kəs girməsə. Və fikirləşirsiniz ki, mənə elə gəlir ki, mən onu sevmişəm, amma o mənə o qədər də o sevdiyim, dəyərli gördüyüm qədər görmür və istəyirsiniz ondan xəbər tutasınız ki, görəsən onun həyatda kimsə varmı, o ümumiyyətlə necə yaşayır, necə davranır. Yəni içinizdə belə bir şey var, amma qaçırsınız bundan. Yəni bunu ertələyirsiniz. Yazmaq istəsəz də yazmırsınız. Bəs baxaq görə xarakter olaraq necə bir insanlar izləyir məni burada. Xarakter olaraq necə insanlar məni izləyir birinci dəstədə. Aha, əslində şanslı və insansız daxilinizdə və özünü sevən bir insansız. Sadəcə sizdə nə var, əzizlərim? Həyatınızı davamlı, özünüzün əlinizdə olmayaraq böyük yol ayrımları yaşamısınız. Ya evinizdən köçmüş insanlardır, ya taleyinizdə boşanma var idi. Yəni sizdən asılı olmayan səbəblərə görə sanki həyatınızda ikiləmlər olub, qərarsızlıqlar olub, yol ayrımları olub və siz buna heç nə eləyə bilməmisiniz zamanında. Və hal-hazırda xarakter olaraq sizdə göstərir ki, sizin əslində qısqanc və ətrafınızı sevdiyiniz insanları paylaşmaq istəməyən, onları itirməkdən qorxan bir qorxunuz var. Amma bunu göstərmirsiniz ki, əslində bəli, qəlbinizdə şey var sizin, mənim istədiklərim məndən uzaq getməsinlər, birdən başqası onları mənim yerimi tutar və s. Amma bunu bildirmirsiniz və çalışırsınız ki, insanlara göstərəsiniz ki, yox, mən özümü sevirəm, mən ancaq özümlə məşğulam, mən özümü bəyənirəm, mən belə deyək də, heç kəsə ehtiyacım yoxdur. Amma bunu dedikcə daha çox siz hiss edirsiniz ki, yox, elə deyil əslində. Sevilməyə ehtiyacınız həqiqətən çoxdur və sevilməyə ehtiyacınız var və belə deyək də, və bu xarakter sizdə formalaşıb cəmaatın təsirinə. Yəni sizə sanki insanlar deyib ki, güclü adam heç kəsə ehtiyac duymamalıdır. Güclü qadın heç kəsə belə deyib, və ya güclü kişi fərqi yoxdur. Sevgisini bildirməməlidir, özünü dartmalıdır, özünü əl çatmaz eləməlidir. Hisslərini gizlətməlidir, sevgiyə ehtiyacı olduğunu, zəifliyini deməməlidir. Baxın, belə bir sizi sanki belə yetişdiriblər və siz bu günləri əslində hər bir insan sevgiyə ehtiyacı var və bunu boynuna almalıdır. Amma siz bunu sanki boynunuza almaq istəmirsiniz ki, yox, məndə belə bir şeylər yoxdur, mən belə bir şeylər qəbul eləmirəm, mən tam olaraq özüm təkdə yaxşıyam, əlayam və düşünürsünüz ki, nə qədər qəlbim qırılsa da, incinsəm də və s. əsas odur doğru qərarlarımı verirəm və çox ehtiraslı bir xanım və ya bəy olduğunuzu göstərir kartlar. Əgər bu dediklərim sizə uyğundursa, artıq burada bir 200 cümlə işlətdiksə, bunun bir 100-ü, 150-si, 180-ı sizə uyğundursa necə deyərlər, videonun gerisinə baxırsınız. Uyğun deyilsə qabağa eləyirsiniz ikinci videonun belə deyək də, ikinci hissəsinə. Yəni ikinci hissənin, cümlələri qura bilmirəm. Kartın, yəni ikinci seçimin, ikinci dəstənin signifikasiyasına gedirsiniz. Üzülürsən, fikirlərim bir anda qarışdı. Bəzən tarot baxanda, ümumiyyətlə baxanlar bilir, bəzən o qədər enerjiyə məruz qalırsan ki, fikirlərin çox sürətli gedir. Özün onu tuta bilmirsən, o fikirlərin sürətini özün tuta bilmirsən, hamısı bir-birinə qarışır. Olur yəni belə şeylər. İndi gəlirəm, mən bu birinci dəstəni seçənləri gördükdə, yəni öz signifikasiyanızı dinlədiniz, düzdürmü? İndi baxaq görək, siz öz məqsədlərinizə çata biləcəksinizmi? Birinci dəstəni seçənlər, birinci dəstə mənə aid oldu deyənlər, Emmanın günlüyündə kartlarıyla mənə aid oldu deyənlər, baxaq görək, siz öz məqsədlərinizə çatacaqsınızmı? Bu arada şəxsi baxım üçün WhatsApp-a yaza bilərsiniz, tarot öyrənmək üçün əgər istəyirsinizsə yenə WhatsApp-a yaza bilərsiniz. Aha, maraqlıdır, baxaq görək. Əzizlərim, sizin, baxın, birinci dəstə, necə ki xarakteriniz var idi, həyatınızda da o enerjiləri necə deyələ yaratmışsınız. Hər bir kartı ayrılıqda izah eləyəcəm və əgər burada məndən öyrənmək istəyən, tarotu öyrənmək istəyənlər varsa, hal-hazırda tələbələrim var çünki mənim, buradasınızsa siz də bu videoya diqqətlə qulaq asın, çünki mən kartları çox aydın şəkildə izah eləyəcəm və bu sizin üçün belə deyərlər bir təcrübə olacaq.
Baxın əzizlərim, görürsüz bu oğlanın necə başı, fikirləri qarışıqdır. Fikirləriniz o qədər qarışıqdır. O qədər bilmirsiniz ki, hardan başlamaq lazımdır, hansı doğrudur, hansı səhvdir, hansı əslində sizin üçün heç uyğun da deyil. Yəni doğru nədir, yanlış nədir bilmirsiniz deyə və fikrinizdə eyni vaxtda deyirsiniz, bunu da eləyərəm, bunu da eləyərəm, bunu da eləyərəm. Bu qədər fikirlər var və siz sonra durursunuz, deyirsiniz ki, "Vsyo, mən sabah durub bunu eləyirəm." Və bu elədiyiniz şey sizin mücadiləli bir yol seçirsiniz də. Yəni o qaranlıq, siz heç onu görmürsünüz ki, onun sabahında nələr olacaq. Çıxırsınız bu yola. Çıxırsınız bu yola və yolda təcrübə yoxdur. Yəni doğru yoldur, səhv yoldur, qərar verilməyib doğru. Və yolun elə ortasındaca yorulursunuz ki, boş şeymiş, mənasız imiş, fikir bundan da vaz keçdim. Baxın, belə bir enerjilər var. Görün burada nə var? Kupa dörtlüsü və kupa beşlisi. Baxın, həyatdan incinmişəm, həyatdan soyumuşam, həyatdan maraq yoxdur mənim üçün deyirsiniz. Halbuki kainatın sizə verdiyi, baxın, kupalarınız var burada. Həyat sizə bir şeylər verməyə çalışır. İstəmirəm. Onsa bu da boş şeydir. Baxın, burada nə deyir? Onsuz da itirmişəm. Amma qazandıqlarınız var. Baxın, kartlar necə bir-birinə də. Deyir ki, burada da sənin önündə 3 kupan var, yaşamamısan. Burada da sənin önündə 2 kupan var, hansı ki, sən heç bunları yaşamamısan. Amma sən yaşadığın və uduzduğun şeylər olub da, yəni əlindən uçub gedib bunlar. Və sən düşünürsən ki, eşi, məndə onsuz da heç nə alınmayacaq. Məndə onsuz da boş şeydir. İnsanlar hamısı yalançıdır. İnsanlar hamısı pisdir. Məndə heç nə düzgün getmir. Mənim bəxtim yoxdur. Nə bilim, mən və yaxud da mən onda bilmərəm. Filan kəs mənə bunu eləyib, onu eləyib. Mən bunlara necə qəbul edeyim? Və bu arada bağışlamaqla bağlı bugün mən Telegramda bir daha video paylaşacağım. Daha doğrusu səs paylaşacağım. Podcast mütləq Telegrama qoşulun və bağışlamağı mən sizə öyrədəcəm. Necə bağışlamaq lazımdır ümumiyyətlə. Çünki insanlar elə bilir ki, bağışlamaq o deməkdir ki, gəl yenə də mənə həmin səhvləri elə. Ona görə də biz bağışlamaq haqqında danışacağıq bugün və bağışlaya bilmirsiniz, özünüzü bağışlaya bilmirsiniz, ətrafınızı bağışlaya bilmirsiniz və burada bəzi xanımların yasaq bir ilişkiləri ola bilər, evli biri ilə sevgili ola bilərsiniz, özünüz evli olaraq başqasını sevə bilərsiniz və yaxud da bunların heç biri deyil, amma özünüzün üzərinizdə negativ enerji ola bilər və yaxud da ana xəttindən gələn bir negativ enerjiləriniz ola bilər, çünki çoxdur. Amma və yaxud da sizin takıntılı düşüncələriniz var. Yəni baxın, imperatriçadır. İmperatriça ən gözəl qadındır, ən cazibədar qadındır, ən yüksək potensiallı qadındır, ən özünə bolluq, bərəkəti yarada bilən qadın. Amma şeytan kartı deyir ki, sən elə bir necə deyirlər də, düşmüsən tələsinə ki, şeytan, oradan çıxa da bilmirsən. Əlin qolun bağlı bir vəziyyətdə qalmısan. Səni bu vəziyyətə bəlkə insanlar salıb, bəlkə durumda, amma sən buradasan və bu vəziyyətdəsən. Və burada deyir ki, araba kartı deyir, sən irəliyə gedirsən. Deyirsən ki, mən bundan sonra hədəflərimi yerinə yetirəcəm və başlayırsan, qərar verəcəksən. Amma deyir, bu qərar verirsən, amma sənin beyninin bir tərəfi oradadır ki, görəsən ki, mənə düşmənçi eləyəcək. Görəsən düşmənlərim indi nə edir? Görəsən orada mənə nə pisliklər gözləyir? Görəsən. Yəni davamlı beyində intriqalar var, aqressiyanız var, nifrətiniz var, bağışlaya bilmirsiniz. Və özünüz yola gedirsiniz, amma düşünürsünüz ki, hə, mən bunu qalib gəlim, gör onun başına nə oynaşacağım. Və yaxud da qoy mən bunu eləyim, ona bunu sübut eləyəcəm ki, o mənə qarşı səhv eləyib. Baxın, bir işə başlayanda hansı enerjidə başlayırsınızsa, o işin sonunu da o enerji bəlirləyir. Əgər bir şey başlayanda mən bunu kiməsə sübut eləyəcəm, özümü göstərəcəm, filan kəsi əzəcəm, fərqi yoxdur, mən bununla sübut eləyəcəm ki, məndən yoxdur, mənə boş. Bunlar boş, bu şeylər, işlər boş olur, yəni ki, mənasız olur. O zaman siz uğur qazanacaqsınız ki, deyəcəksiniz ki, bu iş mənə nə öyrədir? Mən bu işlə dünyaya nə qatıram? Bu iş mənə nə qatır? Başa düşdünüz? Bax, belə bir durum, yəni enerjidə sizdə hal-hazırda. Yaxşı, görək gələcəyə doğru bu enerjiləriniz dəyişəcəkmi? Bu enerjiləriniz gələcəyə doğru dəyişiləcəkmi? Bu enerjilər gələcəyə doğru dəyişiləcəkmi? Bu enerjilər gələcəyə doğru dəyişiləcəkmi? Əzizlərim, baxın, burada deyir ki, burada xüsusilə güclü adamlar var. Çox özgür, əslində daxilində güclü potensialı olan adamlar var. Sadəcə, bilirsiniz siz indi nə edirsiniz?
özüm tək qalım. Evdən çölə çıxmayım. Heç bir iş görmüyüm, ertəliyim və sizə gəlir bir münasibət və ya da sizə gəlir bir təklif, qorxuram, itirərəm, aldanaram, yalan danışarlar. Baxın, burada deyir ki, işlə bağlı görüşlərə gedə bilərsiniz, bəlirsiz qalacaq. Əslində bəlirsizlik həyatınızda deyil, əzizim. Çöldə içinizdə olmayan heç nə baş vermir çölünüzdə. Yəni bir iş görüşməsinə gedirsinizsə, oradan nəticə ala bilmirsinizsə, daxilinizdə sizin işlə bağlı bir qorxunuz və özünüzlə bağlı bir güvənsizliyiniz, özünüzlə bağlı bir özdəyərsizlik var. Münasibət başlayır, deyirsiniz, yox, ayrılaram, qorxuram, istəmirəm və s. Bu əslində qorxu, bu sizin tək qalma qorxunuzu üzə çıxır və qoymursunuz və deyirsiniz ki, mənim qabağıma düzgün insanlar çıxmır. Və siz sonra deyirsiniz ki, yox, mən ən gözəli evimdə tək qalacağam, özümü şəfalandıracağam. Həqiqətən şəfalanma sürecinə girəcəksiniz. İlk növbədə özünüzü fəda elədiyiniz məsələləri gözdən keçirdəcəksiniz, deyir. Hələ ki məqsədlərinizə çatmaq yoluna qədər yolunuz uzundur. Yəni burada nə yol var? Burada özünüzü yenidən inşa eləmək var. Əgər özünüzü yenidən inşa eləyəcəm, bir zamanlar mən də belə idim və düşünürdüm ki, mən necə özümü inşa eləyim və tapa bilmirdim doğru, dürüst. 50 dənə kitab oxuyurdum, deyirdim görəsən hansını riayət edeyim. Amma sən əgər istəyirsən özümü hardan başlayım, bunu bilmək istəyirsənsə, mənimlə canlı bağlantıya keçə bilərsən, danışa bilərik, söhbət eləyə bilərik və yenidən özünüzü qurmaq üçün mən sizə istiqamət verə bilərəm, əzizlərim. Və burada deyir ki, sən özünü yenidən inşa eləməlisən. Bugünə qədər qurban elədiyin şeyləri yenidən yaratmalısan. Yəni bugünə qədər özünü qurban eləmirsən həmin şeylərə. Eyni təkrar elədiyin səhvləri dəyişdirməlisən. Eyni yerdə fırlanırsan və eyni səhv eləyirsən və yenə eyni qurban vəziyyətinə düşürsən, bunu dəyişməlisən. Zaman deyir, elə bir zamandır ki, özünü yeniləmə zamanıdır. Zaman şəfalanma zamanıdır. Zaman sənin üçün özünü təmizləmə zamanıdır. Zaman sənə negativ enerjilərdən qurtulma zamanıdır. Və sən bunları eləyirsən, eləməlisən, eləyəcəksən. Yaxşı, belə bir sual verir. Əgər mən bu şəfalanmanı qəbul eləyərəmsə, sizin adınızdan soruşuram. Mənim həyatımda nə dəyişəcək? Mənim həyatımda nə dəyişəcək? İlk növbədə pul gələcək, əzizlərim. İlk növbədə maddi rifah olacaq. Ailə, subaylar üçün ailə olacaq. Evlilər üçün maddi yüksəliş olacaq. Yəni ilk növbədə baxın, sual, yəni artıq göz kartlar necə enerjisi dəyişdi. Əgər sən deyir özünü inşa eləsən, sənin həyatında baxaq görək başqa nələr dəyişəcək. Gözlədiyin xəbərlər gələcək və sən çox sevinci yaşayacaqsan. Xüsusilə də yenə deyirəm mən burada işlə və evliliklə bağlı. Baxın, evlilik və tamamlama. Və sən labirintli durumlardan çıxacaqsan. Bir qadının dəstəyi ilə deyir, sən labirintli durumlardan çıxacaqsan. Yəni sən eyni şeylər təkrar yaşayır. Tərk eləyəcəksən sən bunu. Səni üzür, səni kədərlə qalmısan orada, bağlanmısan orada, boğulursan orada. Bunu tərk eləyəcəksən, bunu bacaracaqsan. Qorxulu gəlir sənə, amma eləyəcəksən. Sənin bu günləri insan da ola bilər, bu durum da ola bilər, vəziyyət də ola bilər, enerji də ola bilər. Hər nədirsə buraxa bilmədin, onu buraxacaqsan. Birinci dəstə, məqsədlərinizə çatmaq üçün mütləq sürətdə şəxsi bir yardım almalısınız özünüzlə bağlı ki, ən azından tutaq ki, seanslar ala bilmirsiniz də. Deyirsiniz, amma bir konsultasiyada olub, hardan başlamaq lazım olduğunu müəyyənləşdirə bilərsiniz, ən azından. Bir konsultasiyadan müəyyənləşdirə bilərsiniz ki, necə eləyim ki, məndə hər şey düşsün qaydasına. Aydındırmı? Belə. Gəlirəm ikinci dəstə. İkinci dəstəni seçəcək olanların signifikasiyası. Baxaq görək necə və nə cür hiss edənlərdir ikinci dəstə. İkinci dəstəni seçənlərin həyatından, hisslərindən, duyğularından mənə məlumat versin. İkinci dəstə. İkinci dəstə, yəni bilirsiniz necə bir insandır. Çox təhlükəli, çox təhlükəli. Deməli, ikinci dəstə necə deyinir? Xoşuna gəlmədisə bir şey, cəzalandırır ətrafındakı insanlar, yoxa çıxır. Yoxa çıxır və deyir ki, ya mən dediyim olacaq, ya mən sizə məni idarə eləyəcəm, ya da yoxam mən. Və insanları manipulyasiya edirsiniz. Çox güclü bir manipulyasiya edirsiniz insanları və düşünürsünüz ki, ya deyirsiniz ki, mənim istədiklərimi sən həyata keçirdəcəksən, ya ki, mən sənə öz sevgimidir, diqqətimidir, dostluğumudur, alacam səndən, çəkəcəm səndən, verməyəcəm sənə bunu daha sonra.
Və bilirsiniz necədir? Sizin üçün təklik qorxulu bir şey deyil. Yəni siz məsələn istənilən bir anda hər kəsi həyatınızdan çıxardıb tək qala bilərsiniz. Sizin üçün elə də önəmli bir şey deyil, elə qorxulu bir şey deyil və deyirsiniz ki, mən ya mənim istədiyim kimi oynanacaq bütün oyunlar, ya da mən yoxam. Və siz qəti şəkildə empatiya qurmursunuz da, yəni deyirsiniz ki, ancaq mən biraz belə bir xarakter var. Münasibətlərinizlə bağlı ola bilər ki, hal-hazırda yoxdur və yaxud da ki, özünüzü gizlətmişsiniz, istəmirsiniz danışmaq və danışmırsınız ümumiyyətlə. Və əslində həyatınızın mənası, məqsədi sevgidir. Həyatınızın sevgisi, məqsədi, mənası sevgidir və bilirsiniz ki, siz əslində sevsəniz, çox sevəcəksiniz və çox da fədakarlıq enerjisinə düşəcəksiniz. Bunu bilirsiniz özünüzdəki. Əgər sizdə məsələn desəz ki, mən bu adamı sevirəm, yəni qaçmaq istəyirsiniz də o sevgidən. Niyə qaçmaq istəyirsiniz? Çünki bilirsiniz ki, özünüzü itirəcəksiniz o adama görə. Özünüzü bütün qurban eləyəcəksiniz o adama görə. Yəni özünüzü dağa daşa vuracaqsınız o adama görə və ona görə də deyirsiniz ki, yox, ən gözəli mən yoxa çıxım, mən insanlarla əlaqələrimi soyuq saxlayım, mən ara bir ümumiyyətlə insanlardan əlaqələrimi belə sıfıra endirim, tapa bilməsinlər məni və qaçırsınız sanki, mücadilə göstərirsiniz sevgiyə, mücadilə göstərirsiniz münasibətlərə. Bəs bu anda hansı hissi hiss edirsiniz, hansı hisslərdəsiniz, özünü necə tanısın? Bu dəstəni seçənlər özünü necə tanısın? Bu dəstəni seçənlər özünü necə tanısın? Baxaq. Deməli, əzizlərim, ola bilər ki, sizin həyatınızda elə bir insan var ki, bu dost ola bilər, sevgili də ola bilər. Bu insanla danışanda siz, məsələn, çətin bir momentdəsiniz və deyirsiniz ki, mən bir ağıl almalıyam da kimləsə. Kiməsə danışırsınız, bəlkə o sizin psixoloqunuz da ola bilər, dostunuz ola bilərsiniz. Yəni, bu insanla danışmaq istəyirsiniz ki, mən indi çox pisəm də, yaxud bir qərar verməliyəm də, yəni qərarsızlıq mənə pis eləyib. Ona görə mən qərar vermək üçün mən səndən danışmalıyam. Birilərlə danışmaq istəyirsiniz ki, mənə kömək elə də, mən qərar verim. Bax, belə bir və hal-hazırda demək olar ki, özünüzü yenidən inşa etmə mərhələsindəsiniz və yorğun hiss edirsiniz özünüzü. Yəni ki, işin yorğunluğu var və bir də çox mərhəmətlisiniz əslində, əzizlərim. Yəni, bilirsiniz necə bir insansınız, daxilinizdə göstərdiyiniz odur ki, çox vicdanlı insansınız, çox mərhəmətli insansınız əslində. Yəni, heyvanları da sevirsiniz, ətrafınızı sevirsiniz. Amma burada belə bir durum var da, deyirsiniz ki, insanlar dəymir buna. Mən bunu göstərməyəcəm heç kəsə. Və onların hamısını manipulyasiya eləyəcəm öz istəklərimə görə. Yəni, daxilimdəki sevgi mənə aiddir. Mən onu heç kəsə vermirəm duyğusunda. Daxilinizdə bir sevgi var, daxilinizdə bir eşq var, daxilinizdə bir vicdan. Amma bunu vermirsiniz insanlara çox da. Bunu göstərmirsiniz. Göstərdiyiniz şey narsistlikdir. Göstərdiyiniz şey biraz manipulya eləmədir. Yaxşı, başqa. Bu dəstəni seçənləri necə tanıyaq? Doğru olan. Kimə gedəcək mesajlar, onu necə tanıyaq? Əslində deyirsiniz ki, ətraf mənə dəyməsə, mənim başımı xarab eləməsələr, səs-küy salmasalar, mən rahat insanam. İnsanlarla probleminiz var ümumiyyətlə sizin. Yəni siz deyirsiniz ki, mən yormasalar məni o qədər yaxşıyam ki, o qədər rahatam ki, o qədər xoşbəxtəm ki, insanlar məni çox bezdirir. Belə bir enerjidəsiniz. Və eynən birinci dəstədə kimi sizin də qısqanclığınız və itirmə qorxunuz var, amma bunu göstərmirsiniz və bir də qəribə bir xarakteriniz və bir şey gecikəndə siz artıq onu istəmirsiniz. Məsələn, tutaq ki, bir məsələniz var, alınmağını gözləyirsiniz, bir gün gözləyirsiniz, 2 gün gözləyirsiniz, 3 gün gözləyirsiniz, alınmadısa 4-cü gün deyirsən ki, vaşı mən səni istəmirəm. Rədd bilirsiniz də o adamı həyatınızdan, həmin o işi. Belə bir qəribə enerjiniz də var.
Və sadəcə və fikriniz odur ki, insanlar üzərində necə qalib ola bilərəm? Necə bir belə deyək də, mən istədiyim kimi olar hər kəs. Hər şey mən istədiyim kimi ola bilər. Zəfəri mən qazanaram, mənim istədiyim olar, mən idarə eləyərəm, mən yol göstərərəm. Və biraz bu şəkildə burada egoda görürəm, açığı mən. Yəqin ki, bildiniz də bu kim sizə aiddir yoxsa yox. Biz burada səmimi danışırıq. Ona görə hər kəs bilir ki, kimə aiddir. Gəlirəm indi baxımıza. Məqsədlərə çatacaqsanmı? Əziz ikinci dəstə. İkinci dəstəni seçənlər. Məqsədinə çatacaqmı? İkinci dəstəni seçənlər. Məqsədlərinə çatacaqmı? İkinci dəstəni seçənlər. Məqsədinə çatacaqmı? Baxaq. Maraqlıdır. Məqsədlərinizə çatacaqsınızmı? Deyir ki, məqsədlərinə çatacaqsan. Niyə görə çatacaqsan? Çünki sənin həyatında, sənin həyatını dəyişəcək insan və insanlar olacaq, hansı ki, rəsmi bir dövlət işçisi, rəsmi bir dövlət qurumunda işləyən, belə sambalı bir insanlar sənin həyatında, sənin potensialını açmağına dəstək olacaq və sənə yol göstərəcəklər. Və sənin qorxuların hal-hazırda ki, sən qorxursan da ki, rahatın pozulmasın. Səndə belə bir şey var, rahatın pozulmasın, düzənin pozulmasın. Yəni biraz deyir, sən qorxularını atacaqsan və sən pullar qazanacaqsan. Sadəcə deyir, sənin məqsədlərinə çatmağına sənə nələr mane olur? Məsələn, bir insan var həyatında və yaxud da dostundur və yaxud da tanışındır. Yenə bu təkcə sevgi deyil. Gəlir, dava edirsiniz, gəlir, dava. Bu sənin enerjini alır. Çünki sənin onunla olan deyir get-gəlli münasibətin əslində uşaqlıqdan aldığın get-gəlli münasibətdir. Yəni sən ya uşaqlıqdan bu cür get-gəlli, bir gün sevilərək, bir gün döyülərək bir münasibət yaşamısan. Bir gün belə deyək də, tutaq ki, sən incidiblər, sən küsmüsən, öz köşənə çəkilmisən, sonra gəlib sənin könlünü alıblar. Sən bu gün də onu davam elətdirsən. Kimsə gəlir sən əsəblərlə oynayır, sonra gəlir səndən üzr istəyir və bu cürdə. Yəni sənin deyir bir enerjin var ki, onu davam elətdirirsən öz sevgidə, dostluqda və s. Davamlı da savaşırsan bu insanlarla. Və bu insanları artıq həyatında buraxmalısan deyir. Həyatından azad eləməlisən o insanı. Artıq sonlandırmalısan. Çünki sən sonlandırmasan, o sənin enerjini onsuz da səni məhv eləyir də. Yəni sənin enerjini çəkib bitirəcək. İlk növbədə deyir, bunu eləməlisən. Daha sonra deyir ki, hədəflərin var. Daha doğrusu hədəflərinə gedən yolda böyük belə deyək də, maneələr yaradırsan özünə ki, mən hara, o hara, mən hara bu ölkəni dəyişmək hara, mən hara bu cür pullar qazanmaq hala. Deyir ki, bu boş bir fikirdir. Bu sənə bəlkə mamadan keçən bir fikirdir. Bəlkə sənin ətrafındakı qadın enerjiləri səni bu cür kodluyurlar ki, sən hara gedib, məsələn, filan ölkədə özünə karyera qurmaq hara. Sən hara filan ölkədən kiminsə gəlib, məsələn üçün sənin həyatında nə bilim səni irəliyə çəkməyi və yaxud da bəlkə də evlənməyə hara. Yəni sanki sənin hədəflərinin önünə maneələr qoyulur, amma halbuki sənin önün tam olaraq açıqdır və sənin gələcəkdə xaricə getmə, ölkə dəyişmə, başqa bir yerə keçmə plan, yəni yolun var, yəni belə bir şey. Sadəcə burada nə var əzizlərim? Yenə deyirəm. Birinci növbədə atmalı olduğunuz şey qısqanclıq. Atmalısınız bunu. Bir şeyə həddən artıq bağlanıb onu tutub saxlamaq. Yəni bunu buraxa bilmərəm. Buraxmalısınız bunu. Mənim olan mənimdir. Mən buna əziyyət çəkmişəm. Mən bunu buraxa bilmərəm. Bunu atmalısınız sözün əsl mənasında. Ondan sonra buraxsam məndən gedər, tək qalaram. Tutun möhkəm sax. Bunları hamısını buraxmalısınız. Başqa görək, hədəflərinizə çata biləcəksinizmi? Məqsədlərinizə çata biləcəksinizmi? Hədəflərinizə, məqsədlərinizə çata biləcəksinizmi? Həyatınıza yarımçıq olan hər şey tamamlanacaq, hər şey qaydasında olacaq əzizlərim. Sadəcə və sadəcə burada bilirsiniz nə var?
səbəbsiz bir yerə davamlı keçmişi yenə gətirib göz önünə qoymaq və bu dəstəni seçənlər bu arada yaxın bir zamanda evlilik ola bilər həyatınızda ruh eşiniz tapa bilər sizi. Çoxlu insanlar belə olan yerdə, toyda, bayramda, düyündə kimsəsə yaxınlaşa bilər. Deyirlər ki, hamısı çox bəyəndi və ya da bir xanım bəyənə bilərsiniz. Burada sadəcə bu var. Keçmiş uğursuzluqları düşünüb bugününüzlə müqayisə edib özünüzü qərarsızlığa salmaq. Dünən məsələn getmisiniz, universitetə imtahan vermisiniz. Məsəl üçün deyirəm, bal yığa bilməmisiniz. Gəlirsiniz, bugün dərs oxuyursunuz, məsələn, və ya da bugün imtahana hazırlaşırsınız. Ağlınıza düşür həmin şey ki, hansı gün ki, uğursuz oldu. Deyirsiniz ki, onsuz da alınmamış deyə, yəqin yenə alınmayacaq. Bax, belə bir qorxu var sizdə. Bununla bağlı üzərinizə dəyişiklik edin. Birinci dəstə qədər olmasa da, ikinci dəstənin də özünə görə problemli tərəfləri var və bunların üzərindən keçmək, bunları şəfalandırmaq lazımdır. Xüsusilə də sevgiyə ehtiyacı olduğunuzu artıq göstərməlisiniz. Çünki siz əgər nə qədər dirəşsəniz ki, siz sevgiyə ehtiyacım yoxdur, mən insanlara tabi olmamalıyam, kainat sizi çox çətin vəziyyətlərə salacaq ki, siz axıda deyəsiniz ki, yox, mənim sevgiyə ehtiyacım var. Çünki siz insansınız. Aydındır. Yəni, bunlar tabulardır. Əl çatmaz ol, hisslərini bilməsinlər, düşüncələrini bilməsinlər. Sən insansan, ətrafındakı insanlar sənin düşmənin deyil. Ətrafında insanlar bir bütünün hissələri, hamımız yaradan Tanrı tərəfindən yaradılmış bir bütünə aid olan hissələri parçalarıq. Gəlirəm üçüncü dəstəyə. Gəlirəm üçüncü dəstəyə. Kimlərə aid olacaq? Üçüncü dəstə. Kimə aiddir? Kimə aid olacaqsa mənə göstərsin. Deməli, üçüncü dəstə deyir ki, hal-hazırda necə bir insandır? Deyir ki, biraz mənə tək buraxın. Mən bir nostaljidə uçacağam. Belə deyil, keçmiş sevgilini düşünür, keçmiş uşaqlığını fikirləşir. Deyir ki, məni biraz rahat buraxın, mən biraz istəyirəm düşünmək. Xoşlayıram mən. Burada bəlkə xərçənglər var. Çünki mən də xərçəngəm, belə enerjilər məndə də olur. Deyirəm, mən evdə tək olmam, mən keçmişi düşünürəm. Mən biraz uşaqlığımı fikirləşirəm, mən biraz keçmiş sevgilini fikirləşirəm. Mən biraz, nə bilim, anamın, atamın mənə uşaq vaxtı göstərdiyi sevgini fikirləşir və ya da əksinə məni necə döyüblər, o fikirləşmə də olur. Və bu dəqiqə sizin maddi ola bilər, nəsə bir dənə borcunuz var, ya probleminiz var. Kədərlisiniz ki, mən bu problemi necə ödəyəcəm, mən bu borcu necə bağlayacam, mən bu pulsuzluq problemi necə həll edəcəm və kimləsə danışmaq istəyirsiniz. Kimləsə danışmaq istəyirsiniz. Bir insan var ki, siz ancaq onunla danışmaq istəyirsiniz hal-hazırda. Yəni, bütün hər kəsə deyirsiniz ki, məni tək burax. Sadəcə bir insan istəyirsiniz ki, onunla danışmaq. Aha. Və düşünürsünüz. Mən bu insana necə danışa bilərəm? Mən problemimi, maddi problemimlə söhbət gedir. Necə həll edə bilərəm? Pulla bağlı bəlkə seanslar alırsınız, pulla bağlı bəlkə bir ritual eləmişsiniz, pulla bağlı bir şeylər eləyirsiniz, pulla görə bir dua eləmişsiniz bəlkə yaxın günlərdə. Pulla bağlı siz çözüm axtarırsınız ki, mən bunu hara qoyum, hansı pulu kimdən alsam, bunu borcumu alım, bunu necə qazanım, bunu hardan tapım. Bax, belə bir düşüncələr içərisindəsiniz və indi çöldən baxan odur ki, kimsə A kişisi sizdə, məsələn, indi bilmirəm, adınız nədir? Bura çox adam baxır. Deyirlər ki, o filan kəs də özünü qapıyıb evə, heç kəslə danışmaq istəmir, necə oturub fikirləşir. Deməyənə işiniz yoxdur. Amma əslində daxildə belə bir şey var. Sizin danışmaq istədiyiniz insan da var, sizin həll eləmək istədiyiniz mövzular var. Sadəcə bunu insanlara bildirmişsiniz, hal-hazırda heç kəslə bölüşmürsünüz. Çünki sadəcə bir insan var ki, siz ona desəz, o sizin üçün həll eləyər. Amma o da hələ ki yazmır, axtarmır və yaxud da ki, həyatda ümumiyyətlə yoxdur da o insan ki, siz məsəl üçün həyatda itirmişsiniz, o yaxın bir insanınızdır. Və düşünürsünüz ki, o olsaydı həyatımda, o olsaydı mənim yanımda, mən bunu bu cür yaşamazdım. Mən belə olmazdım. Mən bu cür çətinliyə düşməzdim. Mən maddi problemim də olmazdı. Ya mənim sevgi ehtiyacım da tam olaraq doyardı. Başqa.
Video kimə aiddir? Bu üçüncü dəstə kimlərə aiddirsə, həmin insanın duyğularını, hisslərini mənə göstər. Deyir ki, ola bilər ki, həyatınızda hal-hazırda beləsiz. Görəsən bu insana sədaqətli qalıb gözləyim, yoxsa ki, bas keçim. Belə bir durumdasınız. Amma sizin bu dəqiqə çox sevgiyə ehtiyacınız var da, aşırı dərəcədə çox sevgiyə ehtiyacınız var. Bunu bildirməsəniz də, bunu hiss etdirməsəniz də, sevgiyə çox ehtiyacınız var. Çox böyük duyğusal əksikliyiniz var. Və mən artıq qərar verdim ki, bu haqda da bir dənə video və yaxud da bir Telegramda, Instagramda paylaşacağım. Çünki 3 dəstənin üçündə də sevgiyə ehtiyacı var, amma bunu göstərmək istəmirlər. Görə niyə göstərmək istəmirim? Və belə deyək də, gerçək sevgi istəyirsiniz. Gerçək sevgi, gerçək eşq. Ola bilər həyatınızda bir insan var, amma ki, hamı deyir ki, əla insandır, super insandır. Sən bunun nəyini bəyənmirsən? Amma bilirsiniz ki, yox, o deyil. Və yaxud da ki, birini sevmirsiniz, məsələn, qəlbinizdə gerçək. Amma qorxursunuz, deyirsiniz ki, ay demə ona getsəm cəmaət mənə nə deyər? Bəlkə kimsə deyəcək ki, yox, heç yaxşı oğlan deyil, yaxşı qız deyil, ondan sən yar olmaz. Amma siz bilirsiniz ki, gerçək sevgi odur. Və hal-hazırda sizin ehtiras, sizin o şövqünüz də çox yüksəkdir. Ona görə deyirsiniz ki, mən hərəkətə keçirməyim, mən sevgi tapım özümə, mən sevgi istəyirəm həyatımda, mən artıq istəyirəm ki, mən çox sevilim də. Yəni, burada xüsusilə də sevgi ehtiyacının olduğunu görürəm. Başqa, üçüncü dəstəni seçənlər. Necə hiss edirlər hal-hazırda? Necə hiss edirlər hal-hazırda? Necə hiss edirlər hal-hazırda? Əslində çox da pis hiss elədiyinizi düşünmürəm. Çünki fikirləşirsiniz ki, sadəcə sizin içinizdə bir nəfər əsəbi, siz intiqamını almaq istəyirsiniz ona, bir də əsəbiniz var. Amma siz də bilirsiniz necə insansınız, siz də çox vicdanlı insansınız və bunu gizlətmirsiniz, göstərirsiniz. Ətrafınızdakı insanlara sevginizi göstərirsiniz, vicdanlı davranırsınız, mərhəmətli davranırsınız və düşünürsünüz ki, mən kraliçayam və ya mən kralam da, belə, yəni mən istədiyim kimi onsuz da hər şey olur və mənim heç kəsə əslində ehtiyacım da yoxdur, mən özümə yetərliyəm deyən bir insansınız. Sadəcə bir insan üçün çox darıxırsınız, bir insan və yaxud da bir insanı aşırı dərəcədə pis, belə deyək də, ya onun qəlbini qırmırsınız, o gedib, ya o insan həyatı deyil, amma bir şeyləri özünüzü günahlandırırsınız. Keşke mən belə eləməzdim, keşke onun qəlbini qırmazdım, keşke onu itirməzdim, keşke o mənim həyatımdan getməzdi. Bax belə. Xarakterinizə də baxaq, görə necə xarakterlisiniz. Üçüncü dəstə necə bir xarakter. Bir də ikisinin intiqamınız var, kiminəsə əsəbisiz. Ümumiyyətlə burada fəlsəfə ilə çox maraqlanan insanlar var. Çox gözəl. Bilirsiniz necə xarakterdəsiniz. Ya meditasiyalar edirsiniz. Zaman-zaman sadəcə namazlar, məsələn, namaz qılanlar ola bilər bu dəstədə olsun. Çünki burada deyir ki, aydınlanmaq, idrak, düşünmə, həyatı hiss etmə, dünyanı hiss etmə, dünya niyə gəlmişəm, mənim məqsədim nədir, mənim missiyam nədir, bu həyat ümumiyyətlə mənə bunlarım niyə yaşadır. Deyir, bax, belə düşüncələr olsun və bəzən deyirsən, boşluğa düşürsən, sualları içərisə itirsən, bəzən çox suallar verirsən özünə. Və ətrafındakı insanlar da deyir, səni anlamayanda ruhsal olaraq çökürsən, ruhsal olaraq itirsən, istəyirsən səni görsünlər, istəyirsən sən fərqində varsan ki, sən varsan, sən görünmək istəyirsən, sən dəyərləndir. Ortama girəndə, səni görməyəndə, səni fərqinə varmayanda artıq sən çökürsən içində və gedib deyirsən ki, yaxşı, bəs mən necə olacaq? Başlayırsan dualar, başlayırsan meditasiyalar eləməyə, başlayırsan müəyyən seanslar eləməyə özünə və buradakı bu dəstədə digər dəstədən fərqli olaraq artıq sanki seanslara başlamış, artıq sanki öz üzərində işləməyə başlamış insanlar var. Yəni artıq siz sanki bir istiqamət almısınız, bilirsiniz necə irəliləmək lazımdır, bilirsiniz sizə nə lazımdır ki, o istiqamətdə gedəsiniz, bilirsiniz ki, artıq sizə hansı yoldan getmək daha yaxşı olardı. Artıq aydınlanmısınız. Ən azından eləyə bilməsəniz də indi bu dəqiqə bilirsiniz ki,
siz həyatınızda harmoniyanı, uyumu, dəngəni qurmaq üçün necə hərəkət eləmək, bunu bilirsiniz. Sadəcə hələ ki, indiki zamanda bunu edə biləcək ruhsal enerjiniz yoxdur deyə o enerji və ya ona biz elmi resurslarımız var da, bizim özümüzə enerjimiz var. Bu enerji çatmır deyə sizdə o yolu izləyə bilmirsiniz. Bilirsiniz ki, buradan getmək lazımdır. Bilirsiniz ki, siz hansı nələr eləməlisiniz. Amma hələ ki onu başlaya bilmirsiniz bəlkə. Hələ ki tam onu həyata keçirə bilmirsiniz. Gəlirəm bu dəstəni seçənə. Əgər video sənə aiddirsə, əgər videonu qulaq asdınız, dedin ki, vay, bu mənim necə də mənim xarakterimi göstərir. Vay, bu necə də mənim həyatımı göstərir. O zaman gəlirik. Görək, siz öz məqsədlərinizə çata biləcəksinizmi? Siz öz hədəflərinizi reallaşdıra biləcəksinizmi? Hədəflərinizi reallaşdırmaq üçün sizə nələr lazımdır? Baxın. Hədəflərinizi reallaşdıra biləcəksinizmi? Hal-hazırda bir sükunət səssizliyi var üzərinizdə. Amma burada deyir ki, hal-hazırda həyatınızda mübahisə və münaqişə apardığınız insanlar və durumlar var. Və həyatınızda sükunətli bir dönəm var. Yəni sakitlik bir dönəm var. Ya həyat yoldaşınızla savaşırsınız indi, ya dostunuzla, ya sevginizlə, ya müdürünüzlə. Deyir ki, və bu sizin enerjinizi çəkir deyə bu mübahisə, atanız da ola bilər bu arada. Enerji ola bilsin necəsiz? Elə bir ki, heç nə eləmirəm. Amma bu durumu bitirəcəksiniz. Bu durumu bitirəcəksiniz. İnanclarınız üzərində biraz işləyin. Bircə dəqiqə. İnanclarınızın üzərində biraz işləmək lazımdır sizin. Yəni biraz qatı inanclarınız var. Onları buraxmaq istəmədiyiniz inanclarınız var. Bunların üzərində biraz işləmək lazımdır. Tanrı sizə heç gözləmədiyiniz anda, heç gözləmədiyiniz vaxtda bir fürsət, bir qapı yaradacaq. Bir qapı açacaq sizin üçün. Sadəcə həyatınızda ata, əmi, ər, müdür, kişi faktorları ilə ilişkilərinizi düzəltmək lazımdır. Orada çox aqressiya var, orada çox savaş var, orada çox mübahisə var, orada çox, belə deyək də, egosal çatışmalarınız var. Amma irəliləyəcəksiniz. Niyə irəliləyəcəksiniz? Çünki Allaha bağlı insansınız. İrəliləyəcəksiniz çünki dünya malından çox da asılı biri deyilsiniz. Yəni ki, sadəcə pulum olsun da irəliləyim deyən bir insan deyilsiniz. Həyatınızda böyük sevincləriniz olacaq. Xüsusilə də çox belə gözlənmədiyiniz anda şans sizin tərəfinizə dönəcək və siz belə əlinizi açacaqsınız göyə, şükürlər eləyəcəksiniz. Qadınlıq enerjiniz düzələcək, ana münasibətlər düzələcək, dişillik düzələcək, qaydasına düşəcək. Ondan sonra sadəcə biraz seçənəkləriniz də çox olacaq. Belə deyək də, fikir qarşılıqlarınız olacaq bəzən ki, hansı yoldan gedim. Başqa hədəflərə çatacaqmı? Üçüncü dəstəni seçənlər hədəf və məqsədlərinə çatacaqmı? Bağımlılıqlarınızın tam olaraq qurtulursunuz, əzizlərim. Necə qurtulursunuz? Baxın, ya negativiniz var hal-hazırda üzərinizdə. Cadu ola bilər, tilsim ola bilər, əməl ola bilər, yəni belə deyək də, hər hansı bir əfsun ola bilər, lənət ola bilər. Ona görə hal-hazırda deyirsən, beləsən. Ona görə sən indi bu dəqiqə bəzilərinizin övladla bağlı problemləri var, uşağı olmur bəzilərinizin. Deyir ki, belə bir cadu var və yaxud da əməl var üzərində, negativ enerji var. Sən bundan çıxmaq lazımdır buradan. Necə çıxacaqsan? Ətrafındakı insanları tərk eləyəcəksən, çıxacaqsan buradan. Dostlarını, sevdiklərini. Amma bir dönəm sən tərk ediş yaşayacaqsan. Uzaqlaşacaqsan, məsafə olaraq da uzaqlaşacaqsan. Yəni sən artıq başa düşəcəksən ki, bu insanların içində olanda səndə heç nə alınmır. Sən uzaqlaşanda, sən belə deyək də, tamamilə yeni özünə ətraf mühit quranda sən başa düşəcəksən. Burada deyir ki, sənin üçün bir karmik bir dönəmdir bu. Bu səni özünə qarşı ədalətsizliklərinin sınandığı bir dönəmdir. Nə deməkdir bu? Məsələn, bir şey istəmədiniz, amma məcbur elədiniz. Bir insanı sevmədiniz, məcbur evləndiniz. Bir işi görmək istəmədiniz, pul xətrinə elədiniz. Özünüzə qarşı
vicdansızlıq elədiniz, özünüzün haqqına girdiniz. Aydındırmı? Məsələn, başqa bir insanın sanki sizin yanınızda dərdini danışır. Deyir ki, mən işləmək istəmirdim, o işdə məni incidirdilər, döyürdülər, söyürdülər, nə bilim, nə edirdilər, amma mən orada davam edirdim. Siz ona deyirsiniz, niyə deyirsən, sən belə özünə icazə verirsən. Bax, siz də özünüzə icazə vermisiniz. Ətrafınızdakı enerjilər deyir ki, buradakı enerjilər deyir ki, sən özünə ədalətsizlik elədiyinə görə cəzalanacaqsan. Əgər sən özünə ədalətsiz eləməyə davam eləsən. Yəni sən bilirsən ki, bu sənin ruhuna xitab eləmir. Bunu sən istəmirsən, burada qalmaq istəmirsən, bu insanı istəmirsən, bu sevgini istəmirsən, bu işi istəmirsən, bu evi istəmirsən, bu dostları amma oradasan. Niyə oradasan? Çünki istəmirsən, tək qalasan. Ona görədir sən cəzalanacaqsan. Yalan, riyakarlıq sizin üçün həyatınızda bitəcək. Ev, yeni bir evə keçid eləyəcəksiniz. Bir şəfalanma, bir sağalma, bir bolluq, bir bərəkət, aydınlanma dönəminiz olacaq əzizlərim. Xaricə gedişləriniz olacaq əzizlərim. Çox gözəl bir gələcəyiniz var əslində. Amma lütfən, bütün dəstələrə buna deyirəm. Keçmişdə yaşadığınız təcrübəniz olmayanda yaşadığınız səhvlərinizi bu gününüzlə müqayisə eləməyin. Yəni siz bunu elədikcə, baxın, dünən eləmişsiniz, təcrübəsiz bir formada səhv eləmişsiniz. Bugün axı sizin təcrübəniz var. Niyə deyirsiniz ki, mən dünən bu səhv eləmişəmsə, bugün də eləyəcəm? Münasibətlərdə xəyanət olanlar bitəcək. Ətrafınızda sizi aldadan, geriyə çəkən dostlar və tanışlar varsa, onların münasibətləriniz bitəcək. Ətrafınızda iş kollektivində sizi yoran insanlar varsa, onlarla münasibətləriniz bitəcək. Bir növ həyatınızda yenidən başlama enerjisi var və bu şəkildə öz hədəflərinizə çatacaqsınız. Fikirlərinizi yazmayı unutmayın, özünüzə yaxşı baxın. Canlı və daha doğrusu şəxsi baxım istəyirsinizsə, özünüzə şəxsi baxım məni nə gözləyir? WhatsApp-dan əlaqəyə keçin. Əgər deyirsinizsə ki, yox, mən baxım istəmirəm, mən bilirəm, mən artıq dəyişmək, düzəlmək istəyirəm, mən yenilənmək istəyirəm, o zaman canlı konsultasiyaya yazıla bilərsən. Özünə yaxşı bax.